Bu şəkildə. Bugün Burger King'in kombo menüsünü yoxlayacağıq. Digər restoranlarda olduğu kimi Burger King də belə qutular çıxarıb və müxtəlif qutuları var. Birinin adı King Party Box, King Friends Box və s. Hətta ailə box belə var. Qiymətlər fərqlənir. Mən bu dəfə King Party Box 2, yəni 2 nəfərlik üçün olan bu boxdan sifariş verdim. Əsas mənə maraqlı olan qutusudur. Görək qutusunu da gətirəcəklər yoxsa yox. Deməli burada Whopper var, yəni ki öz seçimlərinizi eləyə bilərsiniz. Big King Junior ola bilər, soğan halqaları, nuggets. Mən 2 nəfərlik üçün olan menüyünü sifariş verdim və görək. Bunu da qeyd etmək istəyirəm ki, dostlar, əslində bunun adı Burger King deyilir, amma mən Burger King deyəndə siz mənə gülürsünüz, ona görə hamı kimi Burger King deyirəm. Gəlsin, dadına baxaq. Burger yerləri arasında ən çox sevdiyiniz restoran hansıdır? Mənim üçün hamısı bərabərdir əslində, hamısını yoxlayıram və siz hansını daha çox yoxlayırsınız? Rəylərdə yazın. Sifarişlərimiz gəldi dostlar, gəlin bir yerdə açaq. Birinci kiçikdən başlayıram həmişə. Burada belə. Deyək ki, bu çox maraqlıdır mənim üçün. Bu şəkildə qutuda olmağı. Birinci bu kiçik olan paketi açıram. Bu nədir? Hətta belə bir kağıza büküblər. Heç ağlıma gəlməzdi ki, məsələn belə bir kağıza büküblər. Birini mən kola sifariş vermişəm, bir də Cola Zero. Bu kağızda nələr var? Nə yazılıb? Burger King'in tarixi haqqındadır. Bunu zəhmət olmasa ortadan götür. Burger King'in tarixi haqqında belə bir kağızlardır. Əslində bu yaxşıdır, bunu bir növ yeyəndə altına qoymaq üçün istifadə etmək olar. Bu da ki, bu nə sosuydu? Parmesan sosu. Parmesan sosudur, bunu mən özüm əlavə olaraq sifariş vermişəm. Menünün içində deyildi. Bu menünün içində deyildi, bunu mən özüm sifariş vermişəm. Parmesan pendiri sosu. Görək ki, bunun içərisində nələr var. İlk olaraq çeki bu şəkildə vurublar. Ədəvəsini gizlədiblər və qablaşdırma, paketləmə xəstəsiyəm də həqiqətən də. Yəni ki, bir məhsulun qablaşdırması qəşəngsə, deməli, xoşuma gəlir. Bu şəkildə. İçərisi gördüyünüz kimi bu şəkildədir və salfetka yadlarından çıxmayıb, hansı ki bu əla xüsusiyyətdir. Burada burgerlər. Kartof friləri 2 ədəddir. Sadəcə çıxartmaq istəmirəm ki, dağılmasın. Kartof friləri bu. Nuggetlər var. Nugget. Və soğan halqaları. Soğan halqaları mən özümə sifariş vermişəm. Videografla bir yerdə yeyəcək bunları. Mən soğan halqası götürəcəm. Videografımız nuggetləri. Burgerini açaq. Görək burgeri açaq. Gördüyünüz kimi görünüşündən də çox qəşəng bir burgerə bənzəyir. Dadına baxaq. Çox dadlıdır. Bu Cola Zero'nu da içmək istəyirəm. Bir isə soğan halqasının dadına baxaq. Gördüyünüz kimi
Bir də yaxına vur bunun biri, zəhmət olmasa. Ay, sağ ol. Soğan halqası da bu şəkildə. Çox dadlıdır. Kartof püresi. Parmesan sosunu açıram. Kartofu batırıram ona. Çox dadlıdır sadəcə. Bunu da qeyd edim ki, bu menyu hamısı bir yerdə təxmini 30 manata başa gəldi. 30 manata başa gələn bir menyudur. Burada da hələ kartoflar var. Mən bunu bəyəndim. Dadlıydı. Bəs siz necə? Burger Kingi bəyənirsiniz yoxsa yox? Rəylərdə yazın. Kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.